Bu iki kəlməni axır vaxtlar tez-tez eşidirik və təəssüf ki, gələcəkdə daha çox eşitməyə başlayacağıq. Autoimmun xəstəliklər. Bəs nə deməkdir autoimmun? Bildiyimiz kimi immun sistem bütün canlılar üçün olmazsa olmaz bir sistemdir. Bu sistem sayəsində biz həyatda qalırıq, varlığımızı, yaşamımızı əsrlər boyunca, min illiklər boyunca davam etdiririk. Əgər immun sistem olmasaydı və yaxud da lazımı qədər, lazımi səviyyədə, istənilən səviyyədə çalışmasaydı, körpə bir orqanizm adi bir infeksiyada saniyələr içində yox ola bilərdi. Bu yüzden immun sistemi insan orqanizmi üçün olmazsa olmaz bir şeydir. Bir de auto sözü vardır. Auto isə öz deməkdir. Sözün kökünə indikdə. Autoimmun xəstəliklər zamanı tamamilə fərqli bir mexanizm ortaya çıxır. Normalda immun sistem bizi, canlı orqanizmi, ətraf mühitin xəstəlik törədici faktorlarından qoruyur. Bura virus infeksiyaları, bakteri infeksiyaları, zəhərlənmələr, istənilən bir yad cismin orqanizmə daxil olma prosesi aiddir. Və bu sistem sayəsində biz az öncə də dediyim kimi ağır şəkildə xəstələnmirik əksər hallarda. Autoimmun xəstəliklər zamanı isə burada mexanizm biraz dəyişir. Bu zaman orqanizm xarici faktorlardan çox insanın özünə yönəlməyə başlayır. Yəni, əgər bir şəxsdə autoimmun xəstəlik varsa, bu zaman onun immun sistemi həmin şəxsin öz hüceyrələrinə, öz toxunmasına qarşı aqressivləşməyə və o toxumaları, o orqanları yad bir cisim kimi görməyə və onunla savaşmağa başlayır. Bu çox maraqlı bir situasiyadır və burada bir maraqlı fakt da ondadır ki, autoimmun xəstəliyi olan insanlar digər insanlara görə, məsələn, qrip infeksiyaları, yaxud da bakterial infeksiya, yaxud da hər hansı bir xarici mühitdən gələn xəstəliklərə qarşı daha dözümlü olurlar. Bu insanların tez-tez qrip olduğunu, tez-tez boğazının şişdiyini görməzsən. Çünki bunlarda immun sistem o qədər güclüdür ki, o nəinki xarici qıcıqlara qarşı, həm də daxili qıcıqlara qarşı reaksiya göstərməyə başlayır. Bəs niyə görə bəzi insanlar autoimmun xəstəliyi inkişaf elətdirirlər, bəziləri isə yox? Burada bir neçə teoriya var ki, təxmin olunur ki, bunlarla bağlı olaraq bu xəstəliklər yaranır. İlkin olaraq genetika. Autoimmun xəstəlikləri olan şəxslərin genetikasına biraz nəzər salsaq, ailədə hər hansı bir şəxsdə, birinci dərəcəli qohumlarda, yaxud da ikinci dərəcəli qohumlarda hər hansı bir autoimmun xəstəliyin olduğunu görə bilərsiniz. Bu, hər zaman %100 belə deyildir, amma əksər hallarda belədir. Məsələn, tutaq ki, bir şəxsdə qalxanvari vəzin bir autoimmun xəstəliyi var. Hashimoto adı ilə məşhur olan bu xəstəlik varsa, yaxud da bu qalxanvari vəzin funksiyasının aşağı olmasıyla gedən bir xəstəlikdir və yaxud da yüksək olmasıyla gedən morbus basedov dediyimiz zəhərli zob xəstəliyi tutaq ki.